Uşaqlar, ChatGPT ilə Azərbaycan dili öyrənmək olar, yoxsa yox? Videomuzun mövzusu budur. Mən isbat eləyəcəm ki, öyrənmək olar, yoxsa yox. Sizdən də istəyim budur ki, səhifəmizi izləyin. Bismillah, getdik. Primitiv, ən sadə 2 dənə sual yazdım bura. Gəlin həmin sualları oxuyaq. Qaralmaq sözünün hansı məna növdə olduğunu yəqin ki, bilirsiniz. Hansıdır? Qayıdış. Harası qayıdışdır? ChatGPT elə sənin kimi bilir. Qayıdış deyil. Məlum növdə. Çünki qara sözün köküdür, sifətdir. L isə növ şəkilçisi deyil. Çünki qayıdış ona görə olmur ki, il, n, n-dır qayıdışda. L, el deyə bir şəkilçi yoxdur. Yazmışam ki, qaralmaq sözü feilin hansı məna növündədir? Nəticə olaraq yazıb ki, qaralamaq qayıdış məna növündə olan bir feildir. O boyda açıqlama yazıb, axırında da belə körüyüb. Ardınca lap biabırçı bir səhv eləyib. Qalaqlanmışdır. Qalaqlanmışdır. Sözünün tərcümə, təhlili və neçə leksik var soruşmuşam. Yazıb ki, başdan pis getməyim. Yazıb ki, qalaq sözün kökü la və n. Heç olmasa bunu bu cür yazıb. Amma sözün kökü qaladır. Qalayırsan. Sonra qaladıqca olur qalaq. Bir q. Sonra qalaqlamaq leksik. Qalaqlanmaq leksik. Oldu neçə? 3 leksik. Bu isə nə yazıb burada? Qalaqlanmışdır sözündə bir leksik şəkilçi vardır. Əlinizdə var. Məndən də daha yaxşı özünüz yazıb baxa bilərsiniz. Ona görə uşaqlar, sözün düzgün yazılışıdır, tələffüzüdür, sonra təhlilidir. Bu tip şeyləri, sözün leksik mənasını soruşun. Qəşəng. Mənasını bilmədiyiniz bir şeyi soruşun. Əla. Amma sözün, çünki o lüğətdə var, bir mənbə var, oradan dartıb gətirir. Bu sözün təhlilini hardan gətirsin, necə çıxarsın ortaya? Bu mümkün deyil. Çünki bizim dilimizdə biz özümüz güclə başa açırıq. Kimsə bizim dilimizi bilə bilməz. Ona görə uşaqlar, öz dilimizi elə özümüzdən öyrənək, AI-dan filandan öyrənməyək. Yaxşımı uşaqlar? Onlayn dərslər üçün 055 597 01 51-ə yazın, dərslərə qoşulun ki, ChatGPT-yə möhtac qalmayasınız. Hələlik, sağ olun.